Bismillah. Bu bürclər üçün nağıl kimi dövr başladı. Martın 30'una kimi davam edəcək. Martın sonuna qədər bəzi bürclər üçün həqiqətən də nağıl kimi bir dövr başlayır. Bu müddət şans, sevinç və gözlənilməz xoş xəbərlərlə dolu ola bilər. Ən şanslı bürclər buğa. Bu dövrdə buğalar üçün pul və rahatlıq enerjisi güclənir. Gözləmədiyiniz yerdən gəlir, borcların bağlanması və ya yeni qazanc qapıları açılır. Özünüzü daha güvənli hiss edəcəksiniz. Xərçəng. Xərçənglər üçün sevgi və ailə mövzuları ön plandadır. Küçlüklər bitə bilər. Yeni tanışlıqlar və ürəyinizi isitəcək. Daxili rahatlıq tapırsınız. Qız bürcü üçün bu dövr arzuların gerçəkləşməsi kimidir. Uzun müddət gözlədiyiniz xəbər gələ bilər. İş və karyerada yüksəliş ehtimalı çox yüksəkdir. Oxatanlar üçün şans dalğası başlayır. Səfər, yeni imkanlar və uğurlu qərarlar sizi gözləyir. Həyatınızda canlanma hiss edəcəksiniz. Bu dövrün sirri martın 30'una qədər bu bürclər üçün əsas açar fürsətləri qaçırmamaqdır. Qarşınıza çıxan kiçik imkanlar belə böyük dəyişikliklərə səbəb ola bilər.